Biraz show biznes alemində yaşananlara ara verib keçən mədəniyyət dünyasında baş verənlərə. Bəli, bu dəfə Günortası maqazin komandası kitab sevərlərin məclisinə Əks Qütblərin Dostluğu adlı kitabın təqdimat mərasiminə qatıldı. Bugün mənim Əks Qütblərin Dostluğu əsərinin təqdimat mərasimidir. Əsər əsasən qeyd olunduğu kimi eyni kəndin personajların çox hissəsi eyni kəndin qəhrəmanlarıdır. 22-ci ilin yayında başlamışdım yazmağa. 3 ildən sonra şükürlər olsun ki, qutardıq və bugün də sizlərlə birlikdə təqdimat mərasimindəyik əsərin. Müəllif Mirhicab Abdullayev oxucuları ilə görüşüb Əks Qütblərin Dostluğu adlı kitabını təqdim etdi. Əsər sürətli şəkildə hadisələr cərəyan edir. Əsərdə qətiyyən təsvirlərdən yorulmaq, bezmək deyilən bir şey yoxdur. 2 cilddən ibarət olan kitab yazılış üslubu ilə fərqlənir. Elə ona görə də oxucu hadisələrin gedişatını izləyərkən zamanı unudur. Sözlərdən bir ordu yaradıb, ona sərkərdəlik edən qələmin həmişə haqqa söykənib, ədaləti tərənnüm etsin. Təbrik edirəm, ona yeni yaradıcılıq uğurlar arzulayıram. Müəllifə biz də yaradıcılıq yolunda bol-bol uğurlar arzu edirik. Belə bir kitab inşallah show biznes aləmi üçün, show əhli üçün də çıxar. Əks qütblərin bir-birinə olan o cərəyanı və münasibəti, bəli.